Bugün Emin Hüseynov Mehriban Əliyeva ilə arasında kiçik mübahisə yarandı. Emin Hüseynov çox mərhəmətli və humanist davrandı. İstər İlham Əliyevə, istər də Mehribana hər ikisə humanist davrandı. Siz olsaydınız nə edərdiniz? Nə deyərdiniz bu cavaba? Baxın, Emin Hüseynov o jurnalistdir və Münhendə dünya miqyaslı bir beynəlxalq konfransda iştirak edir. O məndən xarakteri, onun xasiyyəti başqa cürdür. O protokollara riayət edən bir adamdır və o öz tərbiyəsini, öz mədəniyyətini göstərdi. Yəni o protokollara uyğun olaraq Cənab İlham Əliyev, sualım var, demokratiya ilə bağlı, insan hüquqlarla bağlı. Mehriban xanım, sualım var. Və amma İlham Əliyevin və Mehriban Əliyevanın cavabı küçə uşaqlarının cavabı idi. Yəni prezident, müzəffər lider, birinci vitse-prezident belə kiçilməməlidirlər, belə aşağı düşməməlidirlər. Və sən gözəl sual verdin. Mən nə edərdim? Bax, mən də ona görə həmişə deyirəm ki, İlham Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov, Mehriban Əliyeva, siz heç bir siyasi fəalla, jurnalistlə, xalqla, müxalifətçilərlə hədə dilində danışa bilmərsiniz. Şantaj dili ilə danışa bilmərsiniz. Çünki o sən efirində mən rahatam da. Osturanın qabağına sıçmasan, elə biləcək ki, səndə göt yoxdur. Yəni bu məsələ çox gözəl məsələdir. Osturanın qabağına sıçmasan, o elə biləcək ki, səndə göt yoxdur. Bax, Əli Nağıyev mənim atamı şantaj eləyib, məni şantaj eləyib, İlham Əliyev məni şantaj eləyib və düşünüb ki, bunun bir gün ailəsini şantaj eləyən çıxmayacaq. Bunun ailəsini biabır eləyən çıxmayacaq. İlham Əliyev gördü ki, bu da baş verə bilər. İlham Əliyev indi başa düşməlidir ki, Münhen də gələn il, ola bilsin ki, Emin yox, Mehman ola. Mehman İlham Əliyevlə, Mehriban Əliyeva ilə üz-üzə gəldiyi an loppa ilə sifətlərinə tüpürəcəm. Cənab Mehriban xanım, deyəcəm ki, Soska, ay peysər, ay namusdan qeyrətdən məhrum olan şəxs, niyə cəmaatı şərliysən? Niyə cəmaatın haqqını oğurluyursan? Niyə peysərə atıb yaşayırsan? Mən bilirsən ki, dəliqanlıyam. Tovuzlular özü də əslikdənəm mən. Sən bilirsən də, əslikdə dəliqanlılar olur. Dəliqanlılar. Bəli, bəli. Mən etikaya riayət etmədən İlham Əliyev dərk eləməlidir ki, biz Davosda, Strasburgda, Brüsseldə, Münhendə, Amerikada hər an mən onunla üz-üzə gələ bilərəm. Onu unutmasın. Unutmasın ki, üz-üzə gəldiyim an cənab prezident söhbətləri bitəcək. Mən demişəm ki, bir də bizim ailəmizə qarşı hədə qorxu olsa, şantaj dili olsa, digər siyasi fəallara qarşı hədə qorxu, şantaj dili olsa, İlham Əliyev necə ki indi peşman olub, necə ki indi dəli olub, ona həmin o hissləri yenə də yaşadacam. İlham Əliyevin üzünü görmüsən mi Münhendə? Çöküb, şişib, şəlpiyə oxşuyur, qorxur, yuxusuz, rəzil günə düşüb. Biz bunu o hala salmışıq. Bizlər, blogerlər.